Sosial hərəkatların əsas özəllikləri. Dinləyəcəyiniz mətin Sidney Tarov'un Power in Movement kitabından götürülmüşdür. İlkin nəzəriyyəçilər 18-ci əsrdə ictimai hərəkatın meydana çıxması ilə hərəkatlarda ən çox qorxduqları 3 yönə diqqət yetirdilər. İfratçılıq, məhrumiyyət və zorakılıq. Həm Fransız inqilabı, həm də 19-cu əsrin əvvəllərində sənayeləşmə bu mənfi reaksiyaya güc verdi. Sosiolog Emil Durkheim'in öncüllük etdiyi 19-cu əsr tədqiqatçıları sosial hərəkatları anomiya və sosial nizamsızlığın nəticəsi kimi görürdülər. Dəli izdiham o dövr haqqında ən dəqiq ifadə və təsvir hesab olunurdu. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində sosial, demokrat və işçi partiyalarında hərəkat fəallığının normallaşması müşahidə edilsə də, müharibələr arası dövrdəki hərəkatlar, İtalyan faşizmi, Alman nasizmi və Sovet stalinizmi formasında əvvəllər Fransa və sənaye inqilabları tərəfindən dəstəklənən zorakılıq və ifratçılıq xüsusiyyətlərinə uyğun gəlirdi. 1989-dan 1992-ci illərdə kommunizmin çökməsindən sonra etnik və millətçi gərginliyin kəskin artması və 21-ci əsrin birinci 10 illiyindəki terror vəhşiliyi ardından ictimai hərəkatlara mənfi baxış daha da gücləndi. Biz bu baxışın 1990-cı illərin Balkan münaqişələrinə dair əcdad nifrəti baxışlarında yenidən ortaya çıxdığını gördük. Bunların çoxu ictimai hərəkat nəzəriyyəsindən xəbərsiz idi. Avropada mühacirlərə qarşı müharibələr arası illərin dəhşətlərini xatırladan zorakılıqda da bunu bir daha müşahidə etdik. Bunu ən qabarıq şəkildə isə əsrin əvvəlindən bəri Əl-Qaidə və digər İslamçı hərəkatların militantizminə verilən reaksiyalarda görürük. Lakin bunlar ictimai hərəkatların daha fundamental xüsusiyyətlərinin ifrat versiyalarıdır. Aşırılıq və ya ifratlıq mənaca dramatik şişirdilmədir və bütün ictimai hərəkatlarda rast gəlinir. Məhrumiyyət isə ümumi məqsədlərin xüsusi formasıdır. Bütün hərəkatlar onu açıqlayırlar. Zorakılıq isə kollektiv meydan oxumanın kəskinləşmiş formasıdır. Bu isə fəalların niyyətindən çox polislə ictimai qarşıdurmaların məhsuludur. Sosial hərəkatları ifratçılığın, zorakılığın və məhrumiyyətin ifadəsi kimi təyin etməkdənsə, onları elita, rəqiblər və hakimiyyət orqanları ilə davamlı, qarşılıqlı əlaqədə ümumi məqsədlərə və sosial həmrəyliyə əsaslanan kollektiv meydan oxuma kimi təyin etmək daha yaxşıdır. Bu tərif 4 təcrübi xüsusiyyətə malikdir. Kollektiv meydan oxuma, ümumi hədəf, ictimai həmrəylik və davamlı qarşılıqlı əlaqə. Kollektiv meydan oxumalar. Kollektiv fəaliyyətin bir çox formaları var. Seçki və maraq qruplarına aidlikdən bingo yarışları və futbol oyunlarına qədər. Lakin bunlar ictimai hərəkatların mahiyyətində olan fəaliyyət formaları deyil. Hərəkatlar xarakterik olaraq elitalar, hakimiyyət orqanları və digər qruplara və ya mədəni kodekslərə qarşı birbaşa pozucu fəaliyyət yolu ilə çəkişməçi meydan oxumaya başlayırlar. Çox zaman mahiyyətcə ictimai olsa da pozuculuq bəzən tənzimlənmiş şəxsi müqavimət və ya yeni dəyərlərin kollektiv şəkildə təsdiqi şəklində də ola bilir. Çəkişməçi, kollektiv meydan oxuma daha çox başqalarının fəaliyyətinə qarşı pozuculuq etmək, maneə törətmək və ya qeyri-müəyyən şəraitə səbəb olmaqla seçilir. Lakin xüsusilə açıq etirazın repressiya oluna biləcəyi diktator, avtoritar sistemlərdə onlar həmçinin şüarlar, geyim və ya musiqi formaları, grafiti, yeni və ya fərqli simvollarla tanış əşyaların adının dəyişdirilməsi ilə simvollaşdırıla bilər. İnsanlar hətta demokratik dövlətlərdə belə kollektiv məqsədlərini ifadə etmək üçün istifadə olunan sözlər, geyim formaları və ya müraciət formaları özəl davranışlar vasitəsilə hərəkatlarla identifikasiya olunurlar. Çəkişmə ictimai hərəkatlarla məhdudlaşmır.
Ancaq çəkişmə digər oyuncularla qarşılıqlı əlaqənin ən xarakterik yoludur. Maraq qrupları bəzən siyasi partiyalar, könüllü birliklər və başqalarına qarşı iddiaların müvəqqəti üst-üstə düşüyü zaman və başqa heç bir ortaqlığı olmayan adi vətəndaş qrupları kimi birbaşa çağırışlarla məşğul olurlar. Həmçinin kollektiv çəkişmələr hərəkatlarda gördüyümüz yeganə fəaliyyət forması deyil. Hərəkatlar, xüsusilə də təşkilatlanmış hərəkat, üzvlərə seçimli təşviqlər verməkdən tutmuş, hazırki və ya gələcək tərəfdarlar arasında icma yaradılması, lobbiçilik və rəsmilərlə danışıqlar, yeni dini və ya şəxsi təcrübələr vasitəsilə mədəni kodekslərə etiraz etməyə kimi müxtəlif fəaliyyətlərlə məşğul olur. Son 10 illiklərdə maraq qrupları və digərləri getdikcə çəkişməçi siyasətlə məşğul olduqları kimi, hərəkat liderləri də çəkişmə ilə iştirak etməyi institutlarda birləşdirə bildilər. Səhiyyə barədə müzakirələrin 2009-dan 2010-cu illərdə Amerika siyasətinin necə sarsıtdığını düşünün. Konqres debatlarındakı nitqlər və güclü Vaşinqton lobbilərinin maliyyə dəstəyi ilə bu mövzunun üstünlük təşkil etməsinə baxmayaraq, ictimaiyyətin çoxu bunu çay qonaqlıqları, Amerika inqilabına təsir buraxan Boston çay qonaqlığını təqlid edərək və islahatları dəstəkləyən konqres üzvlərinə qarşı yaxşı təşkil edilmiş çağırışların təşkil edildiyi şəhər yığıncaqları kimi gördülər. Lobbiçilik, hüquqi meydan oxumalar, toplumla əlaqələrdə artan inkişafa baxmayaraq, çəkişməçi meydan oxuma sosial hərəkatların ən seçilən özəlliyi olaraq qalır. Bunun səbəbi, hərəkat liderlərinin psixoloji olaraq zorakılığa meyilli olması deyil, onların maraq qruplarının və partiyaların nəzarət etdiyi sabit resurslara, pul, təşkilat və dövlətə çıxışının olmamasıdır. Onlar sadəcə seçki dairələrinə müraciət edərkən və iddialar irəli sürərkən, çəkişmə hərəkatların nəzarət etdiyi yeganə mənbə ola bilər. Hərəkatlar tərəfdarların mərkəz nöqtəsi olmaq, rəqiblərin və üçüncü tərəflərin diqqətini cəlb etmək və təmsil etməkdən ötürü seçki dairələri yaratmaq üçün kollektiv çağırışlardan istifadə edir. Ortaq hədəflər. İnsanların ictimai hərəkatlara özlərini bağlı bilmə səbəbləri haqqında indiyə qədər bir çox fikirlər önə sürülmüşdür. Bəzi hərəkatların oyun və karnaval ruhu ilə ya kütlənin qəzəbli çılğınlığı ilə ortaya çıxdığı qeyd olunsa da, insanların hərəkatlarda birləşməsinin daha çox ciddi səbəbi var. Rəqiblərə, yəni rəsmilər və ya elitaya qarşı ümumi iddialar irəli sürmək. Bu cür münaqişələrin heç də hamısı sinfi maraqlar əsasında yaranmır. Onların ümumi hərəkatlarının əsasını ümumi və ya üst-üstə düşən maraqlar və dəyərlər təşkil edir. Həm əyləncə və oyunlar, həm də qəzəbli mafiyalar nəzəriyyələri yaxşı silahlanmış hakimiyyət orqanlarına qarşı birgə hərəkət etmənin risk və ziyanlarını görməzdən gəlir. Roma imperiyasına meydan oxuyan üsyançı qullar müəyyən risk götürmüşdülər və məğlub olduqları zaman ölümlə üzləşdilər. Katolik kilsəsinə qarşı protestant islahatını başladan müxaliflər də oxşar riskləri gözə aldılar. Amerikanın cənubunda ayrı-seçkilik mahiyyəti daşıyan nahar piştaxtalarında əyləşən Afro-Amerikalı kollec tələbələri də onları beyzbol aracı ilə döyüb təhqir edən quldurlarla əyləncəli an keçirəcəklərini gözləmirdilər. İnsanlar çəkişməçi siyasətlə məşğul olmaq üçün öz varlıqlarını riskə atmır və ya vaxtlarını qurban vermirlər. Təbii ki, əgər bunun üçün yaxşı səbəbləri yoxdursa. İnsanları risk götürməyə yönəltmək və çəkişməçi siyasətin xərclərini ödəməyə sövq etmək üçün ümumi məqsəd tələb olunur. İctimai həmrəylik. Beləliklə, ictimai hərəkatların ən ümumi məxrəci maraqdır. Lakin maraq müşahidəçiyə zahirən obyektiv görünən kateqoriyadan başqa bir şey deyil. Hərəkat potensialını hərəkət keçirən isə tərəflərin öz ortaq maraqlarını tanımalarıdır. Hərəkat liderləri ortaq fikirləri səfərbər etməklə ona təkan verməkdə də vacib rol oynayırlar. Lakin liderlər
Yalnız köklü həmrəylik və ya kimlik hisslərinə toxunduqda və onları genişləndirdikdə ictimai hərəkat yarada bilərlər. Demək olar ki, buna görə keçmişdə hərəkatlarda millətçilik və etnik mənsubiyyət və ya dinin, sosial siniflərin kateqorik zəruriyyətindən daha etibarlı təşkilati əsasları olmuşdur. Təcrid olunmuş çəkişməçi bir insident, məsələn, ixtişaş və ya özbaşınalıq, ictimai hərəkatdırmı? Adətən yox, çünki bu çəkişmə formalarının iştirakçıları müvəqqəti həmrəyliyə malik olurlar və rəqiblərinə qarşı meydan oxumalarına davam edə bilmirlər. Ancaq bəzən hətta ixtişaşlar da ümumi məqsəd və ya həmrəyliyin işarə edən ipucularını verirlər. 1992-ci ildə Los Angelesdə getto ixtişaşları özlüyündə hərəkat hesab olunmurlar. Lakin onların polis zorakılığı ilə başlaması geniş yayılmış ədalətsizlik hissindən yarandırlarını göstərirdi. Kütlələr, ixtişaşlar və kortəbii toplaşmalar hərəkatın özündən daha çox hərəkatın formalaşma prosesinin göstəricisidir. Davamlı çəkişmə. Mütəşəkkil hərəkatlar başlamazdan çox əvvəl çəkişməçi siyasət, qida ixtişaşlarından və vergi üsyanlarından tutmuş dini müharibələr və inqilablara qədər müxtəlif formalar aldı. Yalnız antagonistlərə qarşı kollektiv fəaliyyətin davam etdirilməsi ilə çəkişmə özlüyündə ictimai hərəkata çevrilir. Ümumi məqsədlər, kollektiv kimliklər və müəyyən edilə bilən problemlər hərəkatlara bunu etməyə kömək edir. Lakin onlar öz çağırışlarını davam etdirə bilməsələr, hərəkatlar James Scott'un müqavimət adlandırdığı fərdi incikliyə, savadlı və ya məzhəbi firqələrə çevriləcək və ya onların üzvləri aktivlikdən ayrılaraq təcrid vəziyyətinə düşəcəklər. Güclü rəqiblərlə qarşılıqlı əlaqədə kollektiv fəaliyyətin davam etdirilməsi ictimai hərəkatı tarixdə ondan əvvəl yaranmış və bugün onu müşayiət edən əvvəlki çəkişmə formalarından ayırır. Lakin hərəkatlar nadir hallarda tək bir liderin və ya təşkilatın nəzarəti altında olur. Şəxsi qorxu və ya egoizm, sosial nizamsızlıq və dövlət repressiyası qarşısında kollektiv çağırışları necə qorumaq və davam etdirmək olar? Bu, son bir neçə 10 illikdə kollektiv fəaliyyət nəzəriyyəçilərini və ictimai hərəkat alimlərini düşündürən və ardınca canlandıran dilemmadır. Mənim ən güclü argumentim o olardı ki, kollektiv iddialar olan insanlara yeni çəkişmə mərhələlərini işə salmaq üçün ən vacib stimulları yaradan ictimai-siyasi fürsətlər və məhdudiyyətlərdəki dəyişikliklərdir. Bu isə öz növbəsində həm üsyançılar, həm də sonra hərəkata qoşulanlara, sonda isə rəqiblər və güc sahibləri üçün yeni fürsətlər yaradır. Nəticədə yaranan çəkişmə dövrləri və nadir hallarda inqilablar, bu oyunçuların faydalandıqları və ya yaratdıqları kənar təsirlərə əsaslanır. Bu cür çəkişmə dalğalarının nəticələri hərəkatın qayəsinin ədalətliliyi və ya hansısa hərəkatın qənaətmə gücündən deyil, bəlkə də hərəkatların genişliyi və elitalar və digər qrupların reaksiyalarından asılıdır. Obyektiv, fürsətlərin insanların nə düşünməsindən və hiss etməsindən asılı olmayaraq, avtomatik olaraq çəkişməçi, siyasət və ya ictimai hərəkat mərhələlərinə səbəb olduğunu iddia etmirəm. Fərdlər siyasi fürsətləri dərk etməli və ehtimal ki, riskli və əlbəttə ki, baha başa gələn kollektiv hərəkatlarda iştiraka sövq ediləcəksə, öz iddiaları ilə emosional şəkildə məşğul olmalıdırlar və bu cür hərəkətlər etməkdən çəkinəcəklərsə, məhdudiyyətləri dərk etməlidirlər. Deməliyəm ki, fərdlər çox vaxt fürsətlərin mövcud olduğunu və ya məhdudiyyətlərin aradan qalxdığını dəyərləndirməkdə gecikirlər. Bu öz növbəsində təşəbbüskarların və ya fürsətləri dəyərləndirən, başqalarına əlverişli fürsətlərin olduğunu göstərən və çəkişməçiliyi tətikləyən fərdlər və qrupların önəmli rolunu izah etməyə yardımcı olur. Bu həmçinin bir çox hərəkatların niyə faciəvi şəkildə uğursuzluğa düçar olduğunu izah edir. Çünki o hərəkatların liderləri zəif ya da əldən getmiş fürsətləri qavrayırlar. Daha çox podcast və videolar üçün Ətək Yazının YouTube kanalına abunə olun və sosial media hesablarını izləyin.